Salam dostlar, necəsiniz? Ağa çox xoş gəlibsiz. Cəlid video. Xo'p. Növbə yetişdirdim seriya bir dənə video. İki hamımız bu cür videolara bazınız var və bazlıq deyilik siz şeytan pərəsti və vəsairələrini. Amma mən bir növə gəlmişəm bu videoda bir dənə rapper Amerikayı benamı Lil Nas ki dənə başmaq iterra eləyib satıb ki bu başmaq çox sərosödə və trend olmuşdu YouTube'da ki əsli qəzəllərini müvədddə deyən olmayıb və mən də gəlmişəm serini olan üzüyünə sizə danışam. Ağay bu Lil Nas gəlib dənə başmaq iterra eləyir ki kullən yan başmağın qiyafəsi deyil. Yəni sizin nəzərinizdə bu əksdə əcib bir şeylər nə mənədir? Xo'p 666 düzdür, tarix hissəlidir düzdür. Bəli, əcəbtərin bir şey bu başmaqda, bu başmağın kəfidir ki, deyirlər adam qanı təzriq olub ki, axırda nümada baxacaq və mipərdazim bəq olayım fasta. Ağa gedək videonun dalısın kamil tərbiləcə tozif. Rapper Amerikayı benamı Lil Nas gəlib dənə başlamaq iterra edib bir dənə şirkətin qərardadı. Və bunlar başlamaqda səy edirlər şeytanı hər nə qədər başarırlar, üzə çəkir. Və qutusun ki əslən deməyim o başmaq bir dənə lakçeri bəstəbəndi ilə gəl, bəstəbəndi ilə gəlir ki, yəni baxsaz deyirsiniz, wow, kullən bu ayıb əntiqə bir şeydir. Və bəli ki, dostlar, bəzi adamlar ki, bu başmaq ayının nasıl təyyeli alınır və giyilir, qalır və çox əslən fikir verilir. Bəli, bəli, neçə müddət sonra bir dənə xəridə ki, ayının nasıl bu başmaqları xərid eləmişdi, əcib bir şeyə mütəvəccə olur ki, tərkində qırmızı rəngi maddə ki, baxırlar görürlər ki, ona adam qanı qarışıb və ondan qabaqdakı alanlar var idi. Onlar da iddia edirlər ki, ona adam qanı qarışıb və başmağın tərkinə. Və əcəbtərin bir şey burada ki, Lil Nas vaxt ki, durdu bu başmağı təhiyyə elədi və gəldi pəxş edir, bu coveri müntəşir elədi. Və bu coverdə gəlsiz diqqətlə baxsaz, Lil Nas'ın o gözündəki lens kamilən qeyri-adlıdır. Və iki şeyə mən ehsas edirəm, işarə edə bilər. Ya reptillara, ya da Illuminatin qüdrətinə ki, bilmirəm, düz ola, düz olmayasın, bilmirəm. Və dostlar, əgər siz gedəsiniz, bu şirkətdə baxasınız ki, bu başıma hardan gəlib, şirkətin xop saytı var da, mənzurə gedib baxa bilərsiniz oradan ki, bu şirkətdə əgər siz gedib baxsınız, görəcəksiniz ki, 60 cc Cohərdir və bir qətrə qan izafələşib bunun tərkinə ki, yəni əcibdir, fərz edib daha başmağı yağıbsan ki, tərkinə qan izafələşibdir. Başmağı furuşa yetirir və qutulur. Məzhəb adamların çoxu gəlir, şikayət edib o rəperdən ki, məsələn, bu başmaq nəyə gəlir, bizim etiqadlara toğun edir. Və dostlar, özü bilirik, 666 həmin rəqəm şişədə 63 ədəd-i müqəddəsi şeytan pərəstlərdir və müsəlləsi şişəli ya həm setare pontogram ki, yəni o demiyor, böyüklərin müqəddəsiyinlərdən ki, şeytan pərəstlər ondan istifadə edir. Bu iki dənə orada təhiyyə eləyib və support eləmişdi başmağın üstündə və əcəbtərin bir şey buradadır ki, səlib baran başmağın axır bəndində səbt olmuşdu və Ağay Lil Nas mütəəssifənə bu başmaqdan sonra adı biraz batır və Ağay Lil Nas gəlir bir dənə video yapılıb, müzik video yapılıb edir ki, orada şeytanla rabitə bərqərar edir və bəd az bir şeytanı öldürür, başındakı şahı götürür qoyur öz başına və kamilən istəyir ki, mən şeytandan həmləsdim. Dostlar, əgər siz bu başmağı sifariş versəniz, yəni gəlsəz ki, verəm, məsələ biz fərz edirik, sifariş verib, siz gəlib indi açırıq baxaq. İçində hətta xas bir şey yoxdur ki, qutuyu çıxardırsınız, 2 dənə qutu var içində. Bir dənə əvvəl qutu ki, heç, ikinci qutuyu ki çıxardırsınız, başmağın qutusudur. Və içində o qədər hədis, ayə, şeytan, yaman ayə, incillərdən yazılıb ki, yəni oturub bir-bir sayasız qutulanlar. Və əslən əcibdir bu, sən fərz edək ki, horluq olsun. Gəlir bu işlər görür, gəlir buna YouTube-unda bir dənə coveri təbliğ edir ki, bu coverdə var, Lil Nas iddia edir ki, mən sizdən üzrxahlıq eləyəcəm. Və üzrxahlıq eləmir ki, heç biraz da o uzanı bətərlədir. Ağay Lil Nas gəlir iddia edir ki, 60 cc Cohər və 40 cc adam qanıdır. Nə bir gətirər ki, kullən YouTube çənəlindən götürür o sözə. Və əcəbtərin şey budadır ki, Ağay Lil Nas əslən yəni sadə rəper deyər. Şeytan bərəsxə tutun ta bəs həmcins şəraiyyəcə. Yəni əslən o iki fikriyəsiz o dər, sadə bir şey dər. Bəli, nə bilim axı.
Dostlar, siz deyin nəzərləriniz. Əgər əcəbidir, videonun altında həttəmən dərxassız olsun ki, bir daha da belə bir şey tapsam, həttəmən biləcə uploadlayım. Ağa, bu videodan əgər ləzzət aparıbsınız, channel'ı subscribe edin, videoda like edin, kommentiniz olacaq da yazın. Ta videoya bəri sallah tapır.